Gənclər üçün podkast Göyçayda. Bugünkü mövzumuz gənclərin aqrar sahədə karyera imkanları və sahibkarlıq təcrübəsi haqqında olacaq. Qonağımız Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının mütəxəssisi, alim aqronom müəllim Zaur Hacıyevdir. Zaur müəllim, xoş gəlmisiniz. İlk öncə özünüz haqqında məlumat verərdiniz, sizi tanıyardıq. Çox sağ olun, təşəkkür edirəm diqqətinizə görə. Hacıyev Zaur Vahiboğlu, Göyçay şəhəri Bığır kəndində anadan olmuşam. Orta məktəbi Bığır kəndində bitirib, ali bakalavr təhsil almışam. İxtisasım alim aqronomdur. Hal-hazırda bu günləri mən bir mütəxəssis olaraq Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının bir mütəxəssisi, eyni zamanda Azərbaycan Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində müəllim kimi də fəaliyyət göstərirəm. 25 ilə yaxın iş stajım var. Eyni zamanda özüm də sahibkaram. Gördüyünüz bu nar bağları, xurma bağları özümə məxsus olan bir təsərrüfatdır. Mən hər bir zaman istəmişəm ki, bir müəllim olaraq, bir mütəxəssis olaraq eyni zamanda o öz təcrübəmi bölüşməyə də bacaran bir şəxs olmuşam və bunlara da nail olmuşam. Və bugün də həmən sahədə çalışıram, hörmətli tələbələrim var, ətrafımda böyük sahibkarlar ordusu var. Onlar daima burada olurlar, bu təcrübə bağında təcrübə topalayırlar və öz yeni salınacaq bağlarında onları istifadə edirlər. Mən işlədiyim dövrdə də bağçılıqla, yəni bu sahəni sevib gedib ali təhsil almışam düzü. Sonra da işlədiyim iş fəaliyyətim dövründə də bu sahəyə bağlılığımdan irəli gəlib ki, mən həm bu sahədə mütəxəssis olaraq, həm də gözəl bir bağın sahibinə çevrilmişəm. Ətrafımdakı olan digər fermerlərə də, sahibkarlara da belə deyək, bağ salıb, bağçılıqdan qazanc əldə etməyi arzulayaram. O özü böyük bir insan üçün fərəhdir, sevincdir və bugünkü günümüzdə bu da biznesin bir sahəsidir, bağçılıq. Düzdür, kənd təsərrüfatı sahəsi birbaşa istehsal deyil, onun üçün illər lazımdır ki, əkilən ağac böyüsün, inkişaf eləsin və lazım olan qədər o məhsul versin. Bunun üçün illər lazımdır. Amma bunun üçün ən birinci şərtimiz torpağı sevməkdir. Torpaqda çalışmaqdan həzz almaqdır, ləzzət almaqdır və orada olan müddəti onu özün üçün hopp etməlisən, istirahət yeri təyin eləməlisən. İşi də bilməlisən. Bunlar bir-biri ilə əlaqəli olanda gəlib nəticələri yaxşı olur. Hər bir sahibkar saldığı bağ bəhrə verir, ona lazım olan qədər maliyyə vəsaiti verir və yaşam səviyyəsi yüksəlir. Aqrar sahəyə gəlişiniz necə başladı? Bu sahəni seçməkdə sizi nə həvəsləndirdi? Aqrar sahəyə gəlişimin əsas səbəbi, mən Göyçay rayon Bığır kəndində anadan olmuşam. Bığır kəndi düzdür, bizim Göyçay rayonumuz Aran iqtisadi zonada sayılır, amma biz demək olar ki, dağətəyi, bizim bu dağların o tərəfi İsmaili rayonudur. Bığır kəndi də daim narı ilə məşhur olan bir kənddir. Mən müəllim oğlu olmuşam özüm. Gözümü açıb atam zəhmətkeş bir müəllim olub, müəllim çörəyi ilə böyümüşəm. Əziyyət çəkmişik, zəhmət çəkmişik, ali təhsil almışam və torpağı sevməyim bu aqrar sahəyə məni ruhlandırıb. Ona görə də mən aqrar sahəni seçmişəm və bu sahədə də uğurlar qazanmışam. Gənclər arasında aqrar sahəyə maraq azdır və bu sahəni gənclərə necə sevdirmək olar? Necə etmək olar ki, gənclər aqrar sahəyə maraqlansınlar, bu sahəni tutsunlar, bu sahədə ixtisaslaşmağa doğru getsinlər? Bugün bu reallıqdır ki, gənclərimiz aqrar sahəyə maraqları azdır. Lakin aqrar sahə belə bir sahədir ki, o kənd təsərrüfatının sahəsinin mütəxəssis kimi deyirəm. Aqrar sahə qoyduğun vəsaiti, bacarığı, maddi və imkanları o dəqiqə geri qaytarmır. Gənclərimiz bu sahəyə, mən deməzdim ki, hamısı kütləvi, amma əksər insanlar kənd təsərrüfatı sahəsi müəyyən qədər çətinliklər olduğuna görə bu sahəyə maraq düzdür, azalıb. Amma indi son illərdə görürəm ki, bizim aqronomiya ixtisasında çalışan, oxuyan tələbələrimiz çoxdur. Həm oğlanlarımız var, həm qızlarımız var.
belə deyək, bu sahəyə artıq maraq artıb. Yəni mən bu son illərin təcrübəsində bunları görürəm. Bunların cavan gənclərin bu torpağa marağı demək olar ki, son zamanlarda artıb. Amma onlar da torpaqdan gəlir götürərsə, qazanc götürərsə, yaşam səviyyələrini yüksək qura bilərlərsə, əlbəttə ki, onlar da torpağa bağlı olub, torpaqda işləyib, torpaqla özlərinin gələcək həyatlarını qura bilərlər. Göyçay narın ən gözəl yetişdiyi rayonlardan biridir və burada çoxlu narçılıq fermer təsərrüfatı ilə məşğul olanlar var. Bəli. Bəs gənclər arasında narçılıq fermer təsərrüfatı ilə, narçılıq biznesi ilə məşğul olmaq istəyən gənclərə hansı məsləhətləri verərdiniz? İlk öncə hansı addımlar atmalıdırlar? İlk öncə onlar təcrübə qazanmalıdırlar, belə deyək. O gənclər təcrübə qazanmalıdırlar, görməlidirlər, öyrənməlidirlər. O sahənin müəyyən qədər bilicləri olub, ondan sonra bu sahəyə qədəm qoymalıdırlar. Yəni, kör-köranə olmaz. Mütləqdir ki, o gənclərimiz ilkin olaraq hər hansı orta, böyük fermerlərlə görüşlər keçirməlidir, aqronom məsləhəti almalıdır. Ondan sonra müəyyən bir vəsait əldə edib, o bağı yeni bir nar bağının və yaxud da digər meyvə bağlarını salmağa cəhd göstərməlidir. Bu özü bir riskdir. Amma mən elə bilirəm ki, bu risk, bunun arxasında çox böyük bir çətinliklər yoxdur. Burada gənclərimizin torpağa olan sevgisindən irəli gəlir. Bir də ki, bunlara lazım olan maddi imkanların olması vacib şərtlərdən biridir. Aqrar sahədə sahibkar olmaq istəyən şəxslər üçün 3 ən vacib amil hansı olardı sizin fikrinizcə? O 3 vacib olan şərt bunlar ola bilər ki, hər hansı bir sahənin seçirsinizsə, gələcəkdə bizim gənclərimiz, fermerlərimiz, o sahənin elə bir istiqamətdə inkişaf etdirməli ki, o sahənin peşəkar olmalıdır. Ən vacib məsələlərdən biri budur ki, bu əgər biz istehsal elədiyimiz məhsul bugünkü günün tələbi deyilsə, o öz nəticələrini verməyəcək. Birinci istiqamət odur ki, bu sahədə təcrübəli, bilik və bacarıqların qazanmalıdırlar. Birinci bu. İkincisi, onların istehsal elədiyi məhsulların marketing, satış yaradıcı qüvvələri olmalıdır. Bunlar əgər böyük bir təsərrüfat yaradırlarsa, əlbəttə ki, onların bu sahədə böyük işçiləri olacaq, buxalter olacaq, marketing sahəsində çalışan insanlar olacaq. Amma kiçik sahibkarlar olacaqsa, bunları özləri yaratmalıdır. Əgər istehsal elədiyim məhsulu o hər hansı gənc fermerimiz satış mərkəzində əgər onu pula çevirə bilmirsə, deməli o son nəticədə uğur qazana bilmir. Bunlar bir-birini tamamlayan məsələlərdir. Bir də ki, bir şeyi bilmək lazımdır ki, yeni bağ salmaq üçün müəyyən qədər maddi vəsait lazımdır. Bu da elə bilərəm ki, əgər gənclərimizə müəyyən qədər dövlət tərəfindən dəstəyimiz olsa daha yaxşı olar ki, gənc fermerlərimiz əgər dövlətə müraciət edirsə, sahibkarlıq fonduna müraciət edirsə, onların yeni bağ salmaları üçün müəyyən imkanlar yaradılarsa, bu da onlar üçün bir, belə deyək, bir yol açmış olar. Çünki bağ salmaq üçün hər birimiz bilir ki, böyük bir maddi imkan lazımdır. Böyük də olması müəyyən qədər maddi imkan. Gənclərin də belə bir maddi imkanları olmadısa, bu müəyyən qədər böyük çətinlikləri yarada bilir. Ona görə də bu dediyim şərtlər ilkin olaraq yeni bağ sahibkar olmaq üçün lazım olan şərtlərdir. Müasir dövrdə agrobizneslə məşğul olmaq üçün trend olan texnologiyaların, innovasiyaların rolu nə qədər vacibdir? Yəni bunlar mütləq şəkildə istifadə olunmalıdırmı? Sözsüz, o 100% yeni innovasiyalardan bəhrələnmək və onların lazım olan qədər tətbiqi vacibdir. Əlbəttə ki, yeni texnologiyalar və innovasiyalardan istifadə etməklə intensiv bağçılıq əlbəttə ki, özünü doğruda bilər. Biz bugünkü gündə həm intensiv bağçılığın müsbət tərəflərini bilirik, suya qənaət, bitkinin tez bara düşməsi, məhsuldarlığın yüksək olması, eyni zamanda iqtisadi cəhətdən səmərəli olmasın,
Bunları biz deyirik. Lakin yeni texnologiyalara, innovasiyalara bilməyən bir gənc fermerimiz və yaxud da gənc tələbəmiz, sahibkarımız heç vaxt uğur qazana bilməz. Mütləqdir ki, onlardan istifadə etməlidir. Əlbəttə ki, bugünkü gündə elə bir kimyəvi, bioloji preparatlar var ki, onlar artıq bir çiləmə zamanı həm xəstəlikləri, həm də insektisitləri, akarasidləri məhv etmək gücünə malikdir. Bu, özü yeni bir texnologiyadır. Amma əvvəlki illərdə belə bir işlər olmayıb. Bu günlərim görürsünüz ki, kənd təsərrüfatında da böyük uğurlar qazanılır. Bu yenilikləri mütləq tətbiq etməyə bacarmalıdır gənclərimiz. Gənclər düşünürlər ki, kənd təsərrüfatı köhnə və gəlirsiz bir sahədir. Bu fikirlə razısınız? Xeyr, bu fikirlə razı deyiləm. Ona görə razı deyirəm ki, mən də kənd təsərrüfatı mütəxəssisiyəm. Mən də kənd təsərrüfatı sahibkaram. Mən bütün həyatımı demirəm, yaşayış səviyyəmi, evimi, maşınımı təsərrüfatla yaratmış bir şəxsəm. Amma bunun arxasında zəhmət durur. Gərək torpağı sevəsən və bu zəhmətə qatlaşa biləsən. Və öz sahəni sevə biləsən. İşlədiyin sahəndən zövq ala biləsən. Belə olarsa yaxşı nəticələri verir. Yoxsa mümkün deyil ki, işlədiyin sahədə birinci bilik, bacarıq və zəhmətkeşlik. Bunlar hamısı bir-birini tamamlayır. Aqrar sahə ilə məşğul olmaq istəyən gənclərin hal-hazırda qarşılaşdığı ən vacib problemlər hansılardır? Yəni ən böyük problemlər hansı ki, onların fəaliyyətinə maneçilik törədir və bunların qarşısını necə almaq olar sizcə? Mənə gəlir ki, bugünkü gündə biz 21-ci əsrdə yaşayırıq. Elə bir gənclərimiz üçün böyük bir çətinliklər yoxdur ki, onların qarşısını alsın və yaxud da onlar kənd təsərrüfatı sahəsində yeni texnologiya tətbiq. Belə bir məhdudiyyət yoxdur. Ancaq yeganə məhdudiyyət onların maddi durumlarının aşağı səviyyədə olmasından görə bilərəm ki, gənc baza, maddi, texniki bazası olmadığı üçün o dövlətdən müəyyən vəsaitlər əldə etməli və düzgün planlı şəkildə onu yatırıma qoyaraq, torpağa sərf edərək 3 ildən, 4 ildən sonra artıq nəticəsi olan bir biznes sahəsi qurmalıdır. Bugünkü gündə bütün həyat onu tələb edir. Bugünkü gündə qazanılan bilik, təcrübə ona imkan verir ki, hər bir insan özünün biznes sahəsini inkişaf etdirməlidir və o sahədə də peşəkar olmalıdır. Belə olarsa, böyük uğur qazanmaq olar. Dövlət proqramları, təlimlər, digər dəstək mexanizmləri gənclərə sizcə nə dərəcədə fayda verir bu sahədə və bunlar doğrudan da real imkan yaradırmı? Bu, dövlət tərəfindən verilən dəstək əlbəttə ki, bunlar var, maarifləndirmə var. Əlbəttə ki, bu, belə deyək, bu sözsüz ki, vacibdir və bu gün də davam eləyir. Bağçılıqla bağlı olan təlimlər keçirilir, dövlət dəstəkləri olunur, yeni salınan bağlara böyük subsidiyalar verilir. Əlbəttə ki, bu gənc fermerlərimiz bunlardan əlbəttə ki, yararlanacaq. Bunlardan hər bir insan yararlanır. Amma belə deyək, bugünkü gündə dövlətin insanlara, fermerlərə müəyyən qədər olan diqqəti böyükdür. Amma ondan bacarıb yararlanmağı, bacarıb ondan istifadə etməyi yararlanmaq lazımdır. Əgər istifadə edib yararlanarsa, böyük uğurlar qazanar. Ümumiyyətlə, belə bir fikir var ki, biznesdə risklər qaçınılmazdır və bu sahədə sizin şəxsi biznes təcrübənizdə hansısa bir uğursuzluq məqamı olubmu ki, sizin üçün bir həyat dərsinə çevrilsin? Olub, sözsüz ki, olub. Amma mən indi artıq sizə məlumat verdim ki, mənim 25 ilə iş stajım var. Bu sahədə çalışan bir şəxsəm. Əlbəttə ki, yeganə sahədir ki, bu sahənin altı bazarı yoxdur. Ən böyük. Nəzərdə tuturuq ki, bu həftənin altı bazarı istirahət edir. Növbəti həftə ərzində əgər bu məhsulumuzu yığırıqsa, o 2 günün istirahəti bizi çox acı fəsadlarla qarşılayır. Deməli, yeganə sahədir ki, onun altı bazarı, istirahət günü yoxdur. İstirahət günü ancaq istehsal elədiyin məhsulu tam formalaşdırdın, satdın, vəsait qazandın, ondan sonra sizin üçün istirahətdir. Bax,
Yeganə kənd təsərrüfatı sahəsində risk, force majeure halları budur ki, onun günü yoxdur. Deməli, məhsul yetişibsə, deməli yığılmalıdır. Dərmanlama proqramı vaxtı çatıbsa, deməli dərmanlanmalıdır. Qidalanması, gübrələnməsi, bunların hamısında müəyyən qədər məsuliyyət və diqqət tələb edir. Bəzi gənclər öz bizneslərinə başlamaq istəyirlər, amma bəzən qorxurlar. Onlara nə məsləhət verərdiniz öz təcrübənizdən? Öz təcrübəmdən onu məsləhət görərdim ki, onlar fikirləşib və heç bir gecikmədən addım atmalıdır. Artıq bu gün o işlərə start vermirlərsə, sabah o artıq gecikir. Ona görə də ki, gənclərimizə tövsiyəm, məsləhətim budur ki, heç bir gecikmədən belə biznes sahəsinə, kənd təsərrüfatı sahəsinə olan yatırım, çox demirəm, 5, 6, 7-ci ildən sonra öz bəhrələrini verir. Lakin bu əmək, zəhmət və bilik, bacarıq səviyyəsində mümkündür. Bunları həyata keçirtmək. Bunlara nail olursansa, böyük uğurlar qazana bilirsən. Bəli. Ümumiyyətlə, aqrar sahədə bəzi istiqamətlər gələcəyi daha çox əhatə edəcək və bəziləri təbii ki, sıradan çıxacaq. Sizcə gələcəkdə aqrar sahənin hansı istiqamətləri daha prioritet olacaq? Aqrar sahənin əsasən bağçılıqdır, ən irəlidə, önəmdə gedəndir. Lakin orada böyük bir sir var ki, hər bir zonanın özünə yetişdirdiyi məhsullar var. Belə deyək, bizim zonamız aran iqtisadi zona sayılırsa, burada əlbəttə ki, Quba-Xaçmaz zonasında yetişən biz alma sortlarından bura əkib yüksək nəticələr əldə edə bilmərik. Torpaq, iqlim şəraitlərindən uyğun olaraq biz burada bezərilən subtropik bitkilərdən yüksək nəticələr əldə edə bilərik. Bizim olduğumuz zona üçün spesifik olan, bu zonanın iqlim şəraitinə uyğun olan meyvə bağları salmaqla böyük nəticələr əldə etmək olar. Bunlar hamısı planını, biznes planı ətrafında qurulmalıdır və həyata keçməlidir. Belə olarsa, gənclərimiz uğur qazana bilər. Sonda ümumiyyətlə aqrar sahədə və yaxud öz biznesində uğur qazanmaq istəyən, çalışmaq istəyən gənclərə nə deyərdiniz? Gənclərə tövsiyəm ondan ibarət olar ki, gənclərimiz əlbəttə ki, bu gənclik elə bir dövrdür ki, onlar boş keçirməməlidirlər. Əlbəttə ki, həyatlarının elə bir anıdır ki, onlar gələcəkdəki olan yaşam səviyyələrini yüksək səviyyədə qurmaları üçün mütləqdir ki, hər hansı bir sahədə yatırım etməlidir, bizneslə məşğul olmalıdır. Əgər bu sözün müəllifi mənə biznesi, ticarəti bilməyən hər hansı bir insan gələcəkdə uğur qazanması sıfıra bərabərdir. Deməli, biznes sahəsi elə bir sahədir ki, bugünkü gündə görürsünüz ki, hamı bizneslə məşğuldur. Yəni, bu bugünkü günün prioritettidir, inkişaf formasıdır. Buna görə də o inkişafa bugünkü gənclərimiz də qoşulmalıdır, kənarda qalmalıdır. Deməli, bugün bu zərurətdən irəli gəlib ki, Zaur müəllim də bağ salıb, Zaur müəllim də təsərrüfatla məşğul olub, Zaur müəllim də bu təsərrüfatdan qazandığı vəsaitlə evin, ailəsin və ətrafın dolandırır. Bunu eləyən mənə bağdır, təsərrüfatdır, qurduğum biznes sahəsi. Gənclərə də tövsiyəm bu olar ki, heç gecikmədən istiqamət seçməlidir və bu seçdikləri onlar üçün sevdikləri o bağçılıqla məşğul olmalıdır. Yəni, bağçılıq belə bir sahədir. Bir ağac əkib becərdirsənsə böyük bir uğurdur. Gör, mən indi hektarlarla bağ əkib becərən insanlara həmişə qibtə eləmişəm və özüm də bunlardan biriyəm. Həm ekosistem üçün gözəllikdir, həm insanların sağlam olması üçün, həm insan özü daima boş qalmaq vaxt yoxdur. Kənd təsərrüfatı ilə məşğul olan insanda boş vaxt demək olar ki, minimumdur. Amma mən onu deyib gəncləri qururlandırmaq istəyirəm ki, bütün bu işlərin başında maddi vəsait durur. Maddi vəsait gələndən sonra qalan işləri vaxt çatır. İstirahətdə də vaxt çatır, bütün digər sahələrə də vaxt çatır. Və fürsətdən istifadə edib gənclərimizi bu sahədə çalışmağa və onlara uğur arzulayıram. Sağ olun. Sağ olun.